Mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18 dərəcə, gündüz 24-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə-sütunundan 750 mm civə-sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər və axşam bəzi dağlıq ərazilərdə duman, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18 dərəcə, gündüz 25-30 dərəcə isti. Dağlarda gecə 7-12 dərəcə isti, gündüz 16-21 dərəcə, bəzi yerlərdə 25 dərəcə isti olacaq.